Herkese salam. Sizinlə Codera 3.2 kod və kodlaşdırma başlığına nəzər yetiririk. İlk sualımız birinci sualdır. 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə 3 rəqəmli neçə ədəd düzəltmək olar? 3 rəqəmli ədəd dediyi üçün biz 3 mövqeyə ayırmalıyıq. 1, 2, 3. Niyə 3 rəqəmli ədəd? Məsələn, ABC şəklində olur da. Biz də bunu yaratmalıyıq. İndi bizim rəqəmlərimiz bunlardır. Bu rəqəmlərdən yaratmalıyıq. Biz demişik ki, ədəd 0 ilə başlaya bilməz. Ədəd 0 ilə başlaya bilmədiyi üçün bu birinci mövqeyə, ədədin birinci mövqeyinə, yəni yüzlük mərtəbəsinə yalnız və yalnız 1, 2, 3, 4, 5. Yəni birinci mövqedə bu 5 haldan biri mövcud olacaq. İndi isə gəlirik onluq mərtəbəsinə. Onluq mərtəbəsinə istədiyim ədədin üçün istədiyim rəqəmi yaza bilərəm. 0, 1, 2, 3, 4, 5. Yəni onluq mərtəbəsində bu 6 haldan hər biri ola bilər. Məsələn, 0 ola bilər, 1 ola bilər, fərqi yoxdur. Axırıncı mövqedə həmçinin 0, 1, 2, 3, 4, 5 rəqəmlərini yaza bilərik. Və biz birinci mövqedə 5 hal, ikinci mövqedə 6 hal, üçüncü mövqedə də 6 hal olmuş olacaq. 30, o da 180. Deməli, bu 6 rəqəmdən 3 rəqəmli 180 dənə rəqəm düzəldə bilərik. Məsələn, 100, məsələn, 101, məsələn, 200, 35 və s. bu kimi ədədləri düzəldə bilərik. Keçək növbəti suala. Deyir ki, 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən ibarət istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli ədəd düzəltmək olar? Yəni, birinci mövqedə istifadə etdiyin rəqəmi ikinci mövqedə istifadə edə bilməzsən. Eyni qaydada biz birinci mövqeyi yaratmaq üçün 0-ı görmürük. 1, 2, 3, 4 və 5 rəqəmlərindən istifadə edirik. Qalır 3-cü və 4-cü mövqelərimiz. 3-cü və 4-cü mövqelərimiz üçün ilk öncə 0-ı yazırıq. Tutaq ki, bu rəqəmlərdən birini istifadə etmişik. Məsələn, 4-ü burada istifadə etmişik. Rəqəmləri təkrarlanmayan dediyi üçün İkinci mövqeyə 4-ü yaza bilmərik. 1, 2, 3 və 5. Tutaq ki, bu ədədin bu mövqeyində, yəni onluq mərtəbəsində 3 rəqəmini istifadə etmişəm. Artıq nə ola bilməz? Burada 3 rəqəmini istifadə edə bilmərəm. 1, 2 və 5. Burada 5 hal, düzdürmü? Burada da 5 hal, burada isə 4 hal. Bu nə qədər eləyəcək? 100 hal. Deməli, bu rəqəmlərdən istifadə etməklə 3 rəqəmli rəqəmləri təkrarlanmayan nə qədər 100 dənə ədəd düzəltmək olar. Keçək növbəti sualımıza. Deyir ki, bu rəqəmlərdən istifadə etməklə rəqəmləri təkrarlanmayan 3 rəqəmli cüt ədəd lazımdır bizə. Bizə rəqəmləri təkrarlanmayan deyirsə, birinci 0 ilə başlayanlar üçün, sonra 2 ilə başlayanlar üçün, sonra 4 ilə başlayanlar üçün ədəd düzəldəcəm. Niyə? Çünki cüt ədədlərin şərti odur ki, sonu 0, 2, 4, 6 və 8 və s. ilə bitsin. Məndə də burada 0 var, 2 var, 4 var. 3 rəqəmli ədəd dediyi üçün 3 dənə mövqeyi seçdim. Sonu 0 ilə bitən ədədlərə baxıram. 0-ı görmürəm. Birinci mövqedə olacaq 5 hal, yəni 1, 2, 3, 4 və 5. Tutaq ki, bunlardan birini, məsələn, 5-i burada istifadə etmişəm. Artıq burada istifadə edə bilmərəm. Burada istifadə edə bilmərəm. Burada 1, 2, 3, 4 istifadə edəcəm. Deməli, burada 5 hal, burada 4 hal, burada isə 1 hal. Burada olacaq 20 hal. Deməli, sonu 0 ilə bitən 20 dənə cüt ədəd var imiş, rəqəmləri təkrarlamayan. İndi isə sonu 2 ilə bitən ədədləri düzəltməyə başlayırıq. Sonu 2 ilə bitən ədədləri düzəltmək üçün gəlirəm, yazıram 2. Qarşısına 3 rəqəmli ədəd dediyi üçün 3 dənə mövqe çəkirəm. Sonu 2 ilə düzəltdim. 1 hal var burada. Baxın, 1 hal yazıram. Gəlirəm ilk mövqeyə. Yenə birinci mövqe üçün ümumiyyətcə sonu 2 ilə bitən deyirdi. 2-ni görmürəm və birinci hal düzəldirəmsə 0 da görmürəm. Bura yazıram 1, 3, 4, 5. Bu 4 rəqəmdən bir dənəsi olacaq. Tutaq ki, burada 4 istifadə etmişəm. 4-ü artıq burada istifadə edə bilmərəm. Və 0-ı burada istifadə edə bilərəm. 0, 1, 3 və 5. Deməli, burada 4 hal, burada 4 hal, burada isə 1 hal. Ümumi eləyəcək nə qədər? 16 hal.
İndi isə sonu 4 ilə bitənlərə baxıram. 1, 2, 3, sonu 4 ilə bitir. Deməli, ilk mövqeyə yenə biz 0-ı görmürük. Bu dəfə 4-ü görməyəcəm. 4-ü görməyəcəm. Deməli, 0-ı görmürük. 1, 2, 3, 5 olacaq bura. Tutaq ki, bunlardan birini bura yazmışam. Məsələn, 3-ü. Artıq burada istifadə edə bilmərəm. 1, 2, 5 və 0 olacaq. Burada 4 hal, burada 4 hal, burada isə 1 hal olmuş olacaq. 16 hal oldu mu? Oldu. Deməli, sonu 0 ilə bitənə baxdıq, sonu 2 ilə bitənə baxdıq, sonu 4 ilə bitənə baxdıq. Deməli, 32 plus 20. Deməli, bizim 52 dənə təkrarlanmayan 3 rəqəmli üst ədədimiz mövcud imiş. İndi isə keçirik 4-cü suala. Görək 4-cü sualda bizdən nə istəyir? 3, 4, 8 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrar, bir dəqiqə, 3, 4, 8 rəqəmlərindən istifadə etməklə 8 rəqəminin təkrarlanmadığı neçə 3 rəqəmli ədəd var? Ümumiyyətcə, bu cür məsələləri tapmaq üçün demişdim ki, ümumi halların sayından 8-in təkrarlandığı halların sayına çıxıb 8-in təkrarlanmadığını taparıq. Təkrarlanmadığı. Bu zaman nə edik? Ümumi halların sayını tapırıq. Ümumi hallar bu 3 dənə rəqəmlər 3, 4, 8, 3, 4, 8, 3, 4, 8 rəqəmlərinə 3, 3, 3. Ümumi 27 dənə hal almış olaram. Yəni bu 3 rəqəmlər ümumi 27 dənə ədəd almaq olar. İndi isə gəlirəm 8-in təkrarlandığı hallara. Buradan qeyd edirəm. 8 bir belə 888 ola bilər. 1 ola bilər məsələn 884. 883, daha sonra 838, 848, 388 və 488. Yəni, bir var sonda olsun, sonda belə deyək də, ilk 2 rəqəmi təkrarlansın. Bir var 3 mövqedə də 800 olsun. Bir var ortada başqa rəqəm başda və sonda təkrarlansın. Yəni, bu şəkildə yazmaq olar. Bir də birinci başqa rəqəm olsun, son 2 rəqəmi təkrarlansın. Bunun üçün nə edirəm? İlk öncə 8, 8 halını yazıram. Burada 1 hal olmuş olacaq. Yəni, bir dənədir. Sonra yazıram. Əvvəli 3 və 4 ilə başlayıb son 2 dənəsi. Burada 2, 1, 1. 2 hal olmuş olacaq. Daha sonra ortada 2 dənə təkrarlansın. 2 dənə rəqəm olsun. Başında və sonunda 8 olsun. Burada 2 hal olmuş olacaq. Daha sonra burada 3, 4 olsun. Burada 8, 8 olsun. Burada 2 hal, 1, 1 hal. Burada olacaq 2 hal. Deməli, başda yazdım, ortada yazdım, sonda yazdım. Ümumi neçə dənə təkrarlanma var? 2 plus 2 plus 2 plus 1. Burada, deməli, üzr istəyirəm, düz yazdım. 1, 2, 3, 3 dənə, 6, 7. 7 dənə 8-in təkrarlandığı hal var. Ümumi halların sayından 8-in təkrarlandığı halların sayını çıxıram. Eləyəcək 8-in təkrarlanmadığı halların sayı. Deməli, bizdə 8, 20 dənə təkrarlanmayan ədəd varmış. Özünüz də bunu oturub yazsaz görəcəksiniz. Daha sonra keçək bu məsələyə. Deyir ki, bu kodun hansı sözə uyğun olduğunu müəyyən edin. 6-nın gəlirəm kodunu tapıram, olur T. 1-in gəlib kodunu tapıram, olur E. T hərfi, T, E olan budur. Sonra 3-ün kodunu tapıram, X. 5-in kodunu tapıram, N. T-in hamısı elədir. Axıra baxaq. 2 nədir? 2-in kodu A-dır. 2-in kodu A olan bir dənə burada C variantındadır. Keçirik növbəti suala. Deyir ki, bu yoldaş bizə 5 və T simvolunun kodlarını 8-lik say sistemində cəmini müəyyən edir. İlk öncə burada gəlib, məsələn, mən görürəm ki, 3-ün kodu 60-dır. 3-ün kodu 60-dırsa, deməli, 4-ün kodu 61-dir. 5-in də kodu 62-dir. Və bunlar nə koddur? 10-luq kodlardır. O zaman mən yazıram ki, 5-in kodu 62 əsasında 10-dur. Daha sonra gəlirəm kiçik D-ni tapmağa. Kiçik D-ni tapmaq üçün mən ilk öncə buradakı asıllığa baxmalıyam. Mən baxıram ki, 78 ilə 93 arasında 32 vahid fərq yoxdur. Bu ASCII cədvəl deyil, müəyyən bir kod cədvəlidir. Deməli, böyük B-nin üzərinə bir X ədədi gəlib, kiçik B alınır. Yəni, 78-in üzərinə X gəlib, alınıb 93.
X da bərabərdir 93 minus 78. Buradan da X 15-ə bərabər olmuş olacaq. Deməli, böyük hərf bu kod cədvəlində verilən hər bir böyük hərflə kiçik hərf arasında 15 vahid fərq var. Çox gözəl. O zaman böyük T-nin üzərinə 15 gəlsəm, kiçik T-ni almış olacam. Yəni 81 plus 15. Bu da eləyəcək 96 onluqda. Deməli, kiçik T-nin də dəyəri bərabərdir 96 onluqda. İndi nə edirik? Bunların cəmini tapırıq. Tapaq problem deyil. 96 plus 62. Toplayırıq 8 eləyir. 9 ilə də 6-nı 15 eləyir. 158 onluqda. Bizdən isə istəyir ki, 158 cavabda var. Cavabı gedib qaçıb cavabı götürməyib. Məsələni diqqətlə oxumaq lazımdır. 8-lik sayəsindən cəmini müəyyən edir. Bunu çevirəm 8-lik sayəsindən. Bir dəfə düşür. Belə 7 düşür 78. Burada da 9 düşür. Eləyər 72. Sonu 6 ilə qutaran A, D, Y var. İndi baxıram növbəti hissəyə. 8-ə bölürəm 2, 16, 3. Burada belə yazsam 2, 3, 6 əsasında 8. Deməli, düzgün cavab D variantı olmuş olacaq. Belə deyir ki, bir ikilik rəqəm simvolu neçə bitdir? Ümumiyyətcə bir ikilik rəqəm nə deməkdir? Yəni bir ikilik rəqəm bir dənə 1-dir ya da bir dənə 0-dır. O da 1 bit deməkdir. Tamammı? İndi nə deyir bizə? Bu simvolları kodlaşdırmaq üçün uyğun olaraq 1, 1, 1. Aha, deməli 1, 1, 1 sualın kodudur. 1, 0, 1 diyezin kodudur. 1, 1, 0 ulduzun kodudur. 1, 0, 0 faizin kodudur. Aha, bizdə indi bunu istəyir. Ulduz nədir? 1, 0, 1. Sonra onu 8-liyə çevirəcəyik. Sual nədir? 1, 1, 1. Sonra ulduz nədir? 1, 1, 0. Ulduz 1, 1, 0-dır. 1, 1, 0. Faiz nədir? 100. Diyezdə 101. Aha. Bu ikilik koddur. İndi bunu çevirmək lazımdır 8-liyə. 8-liyi çevirmək üçün 3-ü sayırırıq. Onsuz sonu 5 ilə qutarmalıdır. Bu gedər, bu gedər, bu gedər. Əvvəldə də 4 olmalıdır. Hər ikisi uyğundur. 6 olmalıdır. Bir dənə 7 olmalıdır. Düzgün cavab C variantı. Deməli 1, 2, 4 qaydası ilə yazıram. 1, 2, 4, 1, 2, 4, 1, 2, 4, 1, 2, 4. Deməli, bura düşür 5, bura düşür 4, bura düşür 6, bura düşür 7, burada düşür 4. Üzrə 5. Düzgün cavab C variantı olmuş olacaq. İkilik ədədinin informasiya həcmini müəyyən edin. Deməli, burada simvollara sayın baxırıq. 1, 2, 3, 4, 5, 6. 6 bit. 6 bitdə düzgün cavab D variantı. 5 bitlərin çox neçə müxtəlif vəziyyət kodlaşdırmaq olar. N bərabərdir 2 üstündə i düsturuna görə 2 üstündə 5, yəni 32 vəziyyət kodlaşdırmaq olar. Bir ölkədə avtomobil nömrələri 8 simvoldan ibarət olmaqla 20 hərf və 10 rəqəm simvol kombinasiyasından düzəlir. Hər bir simvolun informasiya həcmi 1 baytlı olduğunu olarsa, 50 belə nömrənin informasiya həcmi nə qədər olar? Ümumiyyətcə, burada bir çaşdırıcı məqam var. Çaşdırıcı məqam nədir? Sizdə orada belə deyək də, çaşdırıcı məqam əlifba yaratmaq verib ki, gör əlifbanı yarat görüm nə edəcəksən. Biz burada əlifba yaratmırıq. Biz burada məsələnin mahiyyətini dərk etməyə çalışırıq ki, məsələdə bizdən nə istəyir? Deyir ki, bir ölkədə avtomobil nömrələri 8 simvoldan ibarət olmaqla 20 hərf və 10 rəqəm simvol kombinasiyasından düzəlir. Bu sizin tələbinizdir. Tələb nədən ibarətdir? Tələbdən ibarətdir. Gəlin göstərin. Hər bir simvolun həcmi 1 bayt olduğunu məlum olarsa, 50 belə nömrənin informasiyalarından. Və tələb buradadır. Sizə elə istəyir ki, siz burada 30 əlifbanın gücünü tapıb 8 simvolda V bərabər simvol vurulsun i eləyəsiniz. Başqa bir həcm tapasınız. 1 bayta verib də burada. Deməli, belə deyək də, hər bir simvol 1 baytsa, 8 simvoldan ibarət 50 belə nömrə. Deməli, 8-i vurursan 1-ə, vurursan 50-yə. Deməli, 400 bayt. 50 belə nömrənin həcmi 400 bayt imiş. Düzgün cavab D variantı. Keçək növbəti suala. Vərəqimizi də qoyaq yanımıza.
Azərbaycan əlifbasının yalnız kiçik hərflərdən istifadə etməklə ən çox neçə 6 simvollu kod düzəltmək olar? Azərbaycan əlifbası 32 simvoldan ibarətdir, düzdürmü? İndi bizə deyir ki, Azərbaycan əlifbasının yalnız kiçik hərflərindən fərqi yoxdur. Yenə də kiçik hərflərdə 32-dədir, böyük hərflərdir. 6 simvolu kod, 6 dənə simvol üçün boş yer çəkirsən. 5, 6. Hər birinə 32 yazırsan. 32, 32, bunu silə. Aha. 4, 5, 6. 32, 32, 32, 32, 32, 32. Bu da nə edir? 33 üzərində 6. Bax, Azərbaycan əlifbasının yalnız kiçik hərflərdən istifadə etmiş ən çox neçə 6 simvollu kod düzəltmək olar? 6 dənə boş yer çəkirsən, 32 yazırsan hər birinə, o da eləyir 33 üzərində 6. Keçən növbəti suala. Yenə eyni qaydada 26 üzərində 6 olmuş olacaq. Eyni qaydada 6 dənə simvol seçəcəksən. 26, 26, 26 yazacaqsan. 26-nın üzərində 6 olmuş olacaq. Keçək bu məsələyə. Bir avtomatik qrupu 8 simvolu şifrə tərtib edir. 8 dənə boş yer qoyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Çizgidə fərqli rəngə. Deyir, bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu 26 simvolu İngilis əlifbasının böyük və kiçik simvolları ilə, qalan 4-ü isə 8-lik sisteminin simvolları ola bilər. Bu qrupa ən çox neçə fərqli şifrə tərtib eləyər? Böyük, kiçik dediyi üçün 26 dənə böyük, 26 dənə kiçik götürəcəyik. Deməli 52 dənə. İlk 4 simvolun yerinə 52 dənə hərf hər birinə. Yəni nə deməkdir bu? 26 dənə A-dan Z-ə, 26 dənə də A-dan Z-ə, 26 dənə böyük, 26 dənə kiçik. Hər bir simvolu belədir. Bu da eləyir 52 üzərində 4. 4 dənə 52-nin 52 üzərində 4-dür. Keçirəm növbəti hissəsinə. Deyir ki, növbəti 4 simvol isə 8-lik say sistemi simvolları ola bilər. 8-lik say sistemi simvolları 0-dan 7-yə qədər olan simvollardır və burada 8 ədəd simvol var. Burada yazsan 8, burada yazsan 8, burada yazsan 8, burada yazsan 8. Bu da eləyir 8 üzərində 4. Deməli, cavab olaraq 52 üzərində 4 vurulsun 8 üzərində 4. İsə cavab olaraq 52 vur 52 vur 52 vurulsun 52 vurulsun 8 vurulsun 8 vurulsun 8 vurulsun 8 də görə bilərsiniz. Yəni bu cür də görə bilərsiniz. Bu 8 8-lik say sisteminin simvolu deyil. 8-lik say sistemində olan simvolların sayıdır. Keçək növbəti suala. Avtomobil nömrə nişanları hərf və rəqəmlər simvollar kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan cəmi 74 variant. Bu hələ sizi çaşdırmaq üçündür. Ümumiyyətlə toplama olmaz belə misallarda çıxdım. 26 hərfi ingilis əlifbası ixtiyari şərtindən və 3 rəqəmli onluq ədədlərdən formalaşır. Ölkədə ən çox neçə avtomobil var? Biz 3 dənə boş yer çəkirik. 26 hərf, 2 hərf varsa, bax 2 hərf bir bura üçün olur, bir də bura üçün. Ona görə 26 bura, 26 bura olacaq. Yəni məsələn AA, düzdürmü? AZ, AB, nə bilim B, nə bilim D. Ona görə də hər birində 26 dənə hərf olacaq. Sonra onluq ədədlərdən deyir, 3 dənə rəqəm yeri var da, bura X, Y, Z-dir. Burada da 10, 10, 10 olacaq. Yəni 10-un kubu olmuş olacaq. Və ilk yerə də 74 dən variant. Heç bir rayon seçimi. Ona görə də 74 vurulsun, 26-nın kvadratı vurulsun 10-un kubu. Düzgün cavab Y variantı olmuş olacaq. Deyir ki, Kamil 100 ədəd müxtəlif qələmi var və Kamil bu qələmləri hər bir ikilik say sisteminə kodlaşdırmış. Kamil hər qələmi kodlaşdırmaq üçün ən az neçə bitə ehtiyacı var. Bu şəkildə 128 ilə 64-ün arasına salırsan. Çünki 100 ikilik ədəd kimi kodlaşdırıla bilmir. Yəni 2-nin qüvvəti kimi göstərilə bilmədiyi üçün onu 2-nin qüvvətləri arasına salırıq və ən böyüyünü neçə bitlə kodlaşırsa onu götürürük. Deməli 107 bitlə kodlaşdırıla bilər. İndi keçirik 17-ci məsələmizə. Deyir, avtomobil nömrə nişanları hərf, rəqəm və simvollardan kombinasiyasından ibarətdir. Və nə baş verir? Bir dəqiqə üzr istəyirəm. Deməli bizdə demişik ki, avtomobil nömrə nişanları neçə hissədən ibarətdir? İlk hissəsinə region kodu yazılır, ortada hərflər qoyulur, sonuncu hissədə isə rəqəm yazılır. Məsələn, tutaq ki,
37, B, D, məsəl üçün belə tirələr qoyulub, 376, düzdürmü? İndi nə edirik? İlk yerə belə rəqəm yazılır da, region kodları. Bax, birinci yerə region kodu yazılır. İkinci yerdə hərflərin hərəsinin yerinə A-dan Z-ə qədər, A-dan Z-ə qədər hərf qoyulur. Baxır şeyə də, əlifbaya görə. Üçüncü yerə isə 0-dan 9-a kimi rəqəmlər, onluq say sistemi rəqəmlərdir. İndi deyir ki, ixtiyari iki hərfindən və 3 rəqəmli onluqdan. İxtiyari iki hərfindən və 3 rəqəmli onluq ədəddən o deməkdir ki, yəni siz burada nə edəcəksiniz? Birinci mövqeyə bizə saatlı və Sabirabad üçün istəyir. Yəni 2 dənə region üçün istəyir. Biz 74 variantın ikisi üçün istifadə edirik. İkisi üçün biz nömrə düzəldəcəyik. 74 variantdan ikisi üçün nömrə düzəldirik. Çox gözəl. Daha sonra 26 dənə hərfi bura, 26 dənə hərfi də bura yazırıq. Sonra burada da 3 rəqəmli ədəd deyil. Bura üçün də 0-dan 9-a qədər, bura üçün də 0-dan 9-a qədər, bura üçün də 0-dan 9-a qədər hal yazırsınız. Yəni bu olur onun kubu. 0-dan 9-a qədər neçə dənə rəqəm var? 10 dənə də, bu da 10 dənə, bu da 10 dənə, bu da 10 dənə. 10 vur, 10 vur, 10 eləyir. Yəni onun kubu. Bu eləyir 26-nın kvadratı, bu da eləyir 2. 2 vurulsun 26-nın kvadratı vurulsun 10-un kubu. Bu da eləyir düzgün cavab C variantı. Bu belə. Keçək 18-ci suala. Marketdə 24 çeşiddə müxtəlif mal satıldığını bilək, bu malların içilik kodlaşdırılmaq üçün ən az neçə bit? Bax, müxtəlif vəziyyət, müxtəlif vəziyyət, maksimal simvol sayı, əlifba gücü, sonra simvollu əlifba. Məsələn, deyir, 26 dənə müxtəlif vəziyyət, 26 dənə müxtəlif maksimal simvol sayı, 26 dənə müxtəlif simvol sayı, əlifbasının gücü 26, simvollu əlifba, 26 simvollu əlifba. Burada 26-nı yaxud da ki 64 olsun. 64-ü 2-nin qüvvət şəklini göstərmək lazımdır. 64 2 6 deməli bu budur. Bu da 2 üstü 5-ə yaxındır deyə bu da budur. Aydındırmı? Deməli 24 çeşiddirsə 24 çeşid 2-nin qüvvət kimi göstərə bilmir. Gətiririk 2-nin qüvvətləri arasına salırıq. 32-də 2 üstündə 5-də düzgün cavab 4. D variantı 5. Keçək 19-cu suala. Deyir, 20 simvoldan ibarət məlumatın informasiya həcmi 100 bitdir. Bu məlumatın yazıldığı əlifbanın gücünü tapın. Bizdən V simvol sayı bərabərdir. Bizə 20 verib. Bizə V bərabərdir 100 bit verib. Bizdən n bərabərdir sual istəyir. Axı biz n-i necə tapaq? Biz n-i tapmaq üçün i-ni tapmalıyıq birinci. Bizim 2 dənə düsturumuz var. V bərabərdir simvol vurulsun i, bir də n bərabərdir 2 üzərində i. Biz i-ni gəlib buradan tapmalıyıq ki, burada da n-i tapaq. Deməli, i-ni tapsaq, v bölünsün simvol olmuş olacaq. Burada da v nə qədərdir? 100 bölünsün 20. 100 bit bölünsün 20. Bu da eləyəcək 5 bit. Deməli 5 bitdirsə, gəlib burada da n bərabərdir 2 üzərində 5 yazsam, bu eləyəcək 32. Deməli bu yazılan əlifba, yəni bu qədər simvoldan ibarət yazılan əlifba 32 simvollu əlifbaymış. Düzgün cavab C variantı. Bu belə. Keçək növbəti suala. Bir dəqiqə üzr istəyirəm. Aha. Hani bu? Keçirik. Bir dəqiqə. Hemen suala keçək. 5 sonuncu simvolu əlifbada, minimal əlifbada yazın. Bax, minimal əlifbada n bərabərdir budur. Məsələ 2 hissədən ibarətdir. Birinci hissə bura qoyduğum xəttə qədər olan hissədir. İkinci hissə buradan qoyduğum xəttdən sonra başlayır. Məsələn, mahiyyətini dərk etmək lazımdır. Deyir ki, 5 sonuncu simvolu minimal əlifbada yazılmış informasiyanın həcmi 1800 bitdir. Hər hansı bir dənə
əlifba var, həm hər hansı daha doğrusu bir məlumat var. Həmin məlumat 512 simvollu əlifbada kodlaşdırılır və onun həcmi 1800 bitdir. Bax yazıram. Hər hansı bir məlumat var və həmin məlumat 512 simvollu əlifbada kodlaşdırılıb 1800 bitə bərabər olur. Biz həmin məlumatı tapmalıyıq görüb. Həmin məlumat bu 512 simvol əlifbada kodlaşdırılıb necə 1800 bit alıb. Yəni biz simvol sayını tapmalıyıq. V bərabərdir simvol vurulsun i düsturuna görə simvol sayını tapırsan V bölünsün i olur. O da bərabərdir 1800 bölünsün 512 simvol əlifbada bir simvol 9 bitə bölürsən burada eləyir 200. Deməli bizim simvol sayımız 200 dənəymiş. Deməli 200 dənəymiş. Bu informasiya Unicode əlifbasında kodlaşdırılırsa onun informasiya həcmi neçə bayt olar? Və bərabər simvol vurulsun i düsturuna görə bu informasiya 200 simvol vurulsun 2 bayt alınacaq 400 bayt. Deməli bu informasiya Unicode kodlaşdırılırsa 400 bayt olmuş olacaq. Bu belə. Bir dəqiqə dayanın. Aha, davam edək. Deyir ki, 21-ci sualda 21 informatikası ifadəsi 32 simvol minimal əlifbada kodlaşdırılırsa onun informasiya həcmi nə qədər olar? Və simvol sayımız 11-dir. İnformatika sözünə 11 dənə simvol var. V bərabərdir simvol vurulsun i düsturuna görə 11-i vurursan 32 simvol əlifbadadır. 1 simvol 5 bitdir. O da eləyir 55 bit. Düzgün cavab A variantı. Keçək növbəti suallarımıza. Baxaq görək növbəti suallarımız nədir? 40 simvoldan ibarət məlumatın informasiya həcmi 320 bitdir. Bu məlumatın yazıldığı əlifbanın gücünü tapın. V bərabərdir simvol vurulsun i. Əlifbanın gücünü tapmaq üçün n bərabərdir 2 üstünə i-dir. N-i tapmaq üçün i-ni tapmalıyam. I bərabərdir V bölünsün simvol. V nə qədərdir? V 320-dir. 320-ni bölsən 40-a eləyir 8 bit. N də bərabərdir 2 üstündə i eləyir 2 üstündə 8, 256. Düzgün cavab B variantı olmuş olacaq. Keçək 23-cü suala. 64 simvollu minimal əlifba ilə kodlaşdırılmış mətn 2048 simvoldan ibarətdir. Bu informasiya həcmi neçə kilobitdir? Deməli 64 simvollu əlifbadırsa, deməli bir simvolum 6 bitdir. Daha sonra mənə deyir ki, 2048 simvoldan istifadə olunub 2048 simvolumuz var. Bu da eləyir 2 üstündə 11. Belə yazaq. Bizdən həcmi istəyir və kilobitlə istəyir. Çox gözəl, tapaq. Problem deyil, çox sadə. V bərabərdir simvol vurulsun i düsturunu yazırıq. O da bərabərdir 2 üstündə 11 dənə simvol vurulsun 6 bit. 6 bit. Və mən bunu bitdən kilobitə keçəndə də 2 üstündə ona bölürsünüz. Bu da eləyir 12 kilobit. Düzgün cavab B variantı. Keçək növbəti suala. 64 simvolu minimal əlifba ilə kodlaşdırılmış mətn informasiyanın həcmi 24 kilobitdir. Həcm 24 kilobitdir. 64 simvollu əlifbadırsa bir simvolun həcmi 6 bitdir. Bizdən simvolların sayını istəyir. Simvol bərabərdir sual. Biz nə edirik? V bərabərdir simvol vurulsun i düsturuna görə simvol sayını tapsam V bölünsün i olar. O da bərabərdir 24 kilobit bölünsün bit. Həmişə vahidləri yanında yazın ki, görə biləsiniz. Vahidlərimi yazıram. 24 vurulsun 1024. Çünki 2 üstünə 10 dəfə fərq var. Bölünsün 6. Bununla bu gedər. Böyle düşər. 4-ü də 1024-ə vuranda 4096 simvol eləyə bilər. Deməli, bu məlumatda 4096 dənə simvol var imiş. Keçirik 25-ci suala. 24 simvoldan ibarət mətnin informasiya həcmi 3 kilobitdir. Bu informasiyanın kodlaşdırıldığı əlifbanın gücünü tapın. Simvol sayım 1024 dənədir. Həcmim 3 kilobitdir. Bizdən əlifba gücünü istəyir. Bu düsturda əlifba gücünü birbaşa tapa bilmədiyimiz üçün bir simvolun həcmini tapırıq. V bərabərdir simvol vurulsun i düsturuna görə. İ'ni tapsam V bölünsün simvol olmuş olacaq. O da bərabərdir 3 kilobit bölünsün 1024 dənə simvol. 1024 dənə simvol.
Daha sonra 3 kilobit 3 vurulsun 1024 bitdi. 1024-ə də bölürsən, bununla bu gedər, bu da eləyər 3 bit. Deməli, bir simvolun tutduğu həcm 3 bitdirsə, n bərabərdir 2 üstündə 3-ə görə də, deməli, əlifbanın gücü 8 imiş. Hani bu A variantı. 3-ü də verib bax, amma səndən nə istəyir? Əlifbanın gücünü istəyir. Deməli, biz nə edirik? Cavabı tapan kimi gedib cavabı qucaqlamırıq. Birinci baxırıq görək bizdən nə istəyir. 256 müxtəlif unikal ikilik simvolu kodlaşdırmaq üçün ən az isə bit ehtiyac var 8 bitə. 512 simvoldan ibarət mətnin informasiya həcmi 2 kilobitdir. İnformasiyanın kodlaşdırıldığı əlifbanın gücünü tapın. Birbaşa yazıram. V bölünsün simvol. Bizə çünki n bərabərdir lazımdır. 2 üstü. V nə qədərdir? 2 vurulsun 1024 bölünsün 512. Bununla bu gedər. Bura düşər 2. Bu da eləyər 4 bit. 4 bitdi. O da bərabərdir. N də bərabərdir 3 üstündə i. O da 2 üstündə 4, yəni 16. Deməli, bu əlifbanın gücü 16 imiş. Sürətli keçdim, çünki bayaqdan bunlarına bir 2-3 dənə izah eləmişəm. Ehtiyac yoxdur bu qədər. 28-29 eyni tipdir. Birini yavaş izah edəcəm, birini sürətli izah edəcəm. Aha. Deməli, bizə deyir ki, müəyyən bir əlifba simvollardan istifadə etməklə ən çox 1024 sayda müxtəlif söz əldə etmək olar. Bu sözlərin hər bir 5 simvoldan ibarət olduğunu bilərək əlifbanın gücünü müəyyən edir. Yəni, 5 dənə sözdən ibarət bir əlifbadan 1024 dənə simvol əmələ gəlir. Bu x qoyursan hərəsinə bir dənə. X üstündə 5 bərabərdir. 1024-də özü 2 üstündə 10-dur. 2 üstündə 10-a. Bunu da nə edə bilərsiniz? X üstü 5 bərabərdir. Əsasları bərabərləşdirib ixtisar eləyə bilərsiniz də. Burada x 5-lər ixtisar gedər, x olar 4. Deməli, bizim əlifbamızın gücü 4 imiş. İndi keçirik növbəti məsələyə. 4 simvoldan ibarətdir. 65536 dənə alınıb. 1, 2, 3, 4. X bərabərdir 3 üzərində 16. X üzərində 4 bərabərdir 3 üzərində 16. X üstündə 4 bərabərdir 3 üstündə 4 üstündə 4. 4-lərim gedər. X bərabərdir 3 üstündə 4, yəni 16. Deməli, bizim əlifbamızın gücü 16 imiş. Keçək buna. Məlumat 16 simvoldan ibarət minimal simvolları ilə yazılıb. Məlumatın 120 simvoldan ibarət olduğunu bilərək onun informasiya həcmini tapın. V bərabərdir sual. Simvollarım 120 dənədir. Əlifbamın gücü 16-dır. Bir simvolumun tutduğu həcmdə 4 bitdir. Çox gözəl. V bərabərdir simvol vurulsun i düsturuna görə. Həcmini 120 vurulsun 4, o da bərabərdir 480 bit olmuş olacaq. Düzgün cavab B variantı. Bu belə. Keçirik 512 simvoldan ibarət məlumatın həcmi bu qədər. Bu məlumatın kodlaşdırdığı əlifbanın gücünü müəyyən edir. Bizdən n bərabərdir sualdır. N-i tapmaq üçün birinci i-ni tapmalıyam. 512 simvoldan ibarət informasiya, yəni simvol sayı bərabərdir 512. V bərabərdir 3 kilobit, düzdürmü? V bərabərdir simvol vurulsun i düsturuna görə. Bir dəqiqə, mən qayda aparıram. Bir dəqiqə. Aparıram, çox qəşəng. V bərabər simvol vurulsun i düsturuna görə. Bizdən elə i-ni istəyir. I-ni tapaq, sonra n-i tapaq. V bölünsün simvol. V 3 kilobitdir. 3 vurulsun 1024 edib bitə çevirirəm. Bu da 512-dir. Bununla bu gedər, bura düşər 2. Bu da eləyər 6 bit. Gətirib n bərabərdir 2 üstündə i yerinə də 2 üstündə 6 eləyərəm. Yəni 64 simvol. Deməli, bu 64 simvollu əlifba imiş. O işıq tablosundakı lampalar iki vəziyyətdədir. Yanır, yanmır. 78 ədəd müxtəlif unikal vəziyyəti kodlaşdırmaq üçün neçə işıq tablosuna ən az neçə lampa olmalıdır? Ümumiyyətcə, burada nəyə diqqət etmək lazımdır? Bir dəqiqə. Biz burada nəyə diqqət etməliyik? 78 ədəd müxtəlif kod yanır, yanmır kimi göstərilir. Yəni, biz bunu 2-nin qüvvətləri arasında salmalıyıq. 64-dən böyükdür, 128-dən kiçikdir. Yəni, 78 müxtəlif unikal kodu 7 bitlə kodlaşdıra bilərsiniz. Sonra, kompüter ünvan işinin 8 mərtəbəlidir. 8 kanal, hər mərtəbədə ilə 2 fərqli siqnal. Bu nə deməkdir? Bax, birinci, ikinci, üçüncü, bax, bir-bir göstərəcəm. Bu birinci mərtəbə, bu ikinci mərtəbə. Bu üçüncü mərtəbə, bu dördüncü mərtəbə, bu 5, bu 6, bu 7, gəlin hətta bir dənə burada seçək, 8 olsun. 1, 2, 3,
Yəni, birinci mərtəbə, ikinci mərtəbə, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci mərtəbə. Deyir ki, bu yoldaş, hər mərtəbədə 8 kanal var. 8 mərtəbəlidir, yəni 8 kanaldır. Belə göstərməliyəm, 8 kanaldır və bunun hər biri 2 fərqli siqnal ötürmək mümkündür. Yəni, bunun hər birini 2 fərqli siqnalla ötürmək olur. Ya bir dənə 0, ya da bir dənə bit. Mən bu 8 bit imiş. Bir neçə fərqli ünvana ötürmək olar? Demək, 2 üstündə 8, yəni 256 fərqli ünvana ötürmək olar. Bu bunun izahı. Keçək növbəti sualın izahına. 2048 simvoldan ibarət mətn informasiya həcmi bu qədər həcmini 20 fərqli hərf və 5 hərfi işarə simvolları təşkil edir. Və bu informasiya ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, onun informasiya həcmi nə qədər olar? Bizim düsturumuz V bərabər simvol vurulsun idi. Lakin mən baxıram ki, mənə bir dənə burada simvolların sayını tapım. Həcmi tapmaq üçün mən təkcə simvolların sayından istifadə eləyəcəmmi? Bu mənə yaranır, bu sual mənə yaranır. Deməli, biz nə edirik? Biz əlifba gücünü özümüz tapırıq. Yəni, n bərabərdir 20 dənə hərf plus 5 dənə fərqli işarə. Bu eləyir əlifba 25. Bu da i də bərabərdir. Bir simvolun kodda 5 bit olmuş olacaq. V bərabərdir. Simvol vurulsun i düsturuna görə 2048 vurulsun 5 bit. Kilobitə çevirdiyə 1024-ə bölürsəm, bununla bu gedir. Bu eləyir 10 bit. Deməli, düzgün cavab 10 kilobit. Düzgün cavab C variantı. Keçək 35-ci suala. Deyir, müəyyən kodlaşdırma sistemində hər bir simvol 3 bayt həcmə malik olur. Bu sistem ilə kodlaşdırılmış informasiya 2 səhifədən ibarətdir. Birinci səhifədəki informasiya həcmi ikinci səhifədə 2 dəfə çoxdur. Məlumatın ümumi həcmi 81 bayt olduğunu məlum olaraq birinci və ikinci səhifədə olan simvol sayını tapın. Bir dənə məlumatım var. Bu məlumatım 2 hissədən ibarətdir. Bu səhifədən ibarətdir, bu da bu səhifədən ibarətdir. Bu səhifələr birinci səhifədir, ikinci səhifədir. İki səhifədən, birinci səhifədəki informasiya ikincidə 2 dəfə çoxdur. Deməli, bu 2x-dır, bu da x-dır. Çox gözəl. Deyir ki, hər birinin həcmi 3 bayta sahibdir. Yəni, 2x plus x vurulsun 3 bayt, tək-tək vura bilərsiniz, opşi də vura bilərsiniz. 81 bayta bərabərdir. Buradan 9x vurulsun bayt bərabərdir 81 bayt. Buradan x bərabər 9 olmuş olacaq. Baxın, birinci üçün 18-dir, ikinci üçün 9. Deməli, bizdə birinci səhifədə 18 dənə simvol, ikinci səhifədə isə 9 dənə simvol var. Düzgün cavab B variantı. Sonra keçirik. Kompüter ünvan şini 8 mərtəbəlidir və hər bir mərtəbə 3 fərqli simvol. Aha! Hər bir mərtəbə 3 fərqli simvoldur. Baxın, bayaq da mən bunu göstərdim. Bu da eyni qayda ilə həll olunur. Bu nə deməkdir eyni qayda ilə həll olunmaq? 8 mərtəbədir. Belə deyək də, 3 fərqli siqnal var. 3 fərqli simvol. Deməli, siqnal. Sən burada əsası 3 götürməlisən. Əsası 3 götürmək nə deməkdir? Bir dəqiqə. Bax, 2 fərqli vəziyyət desəydi, bir dənə 1, bir dənə 0 olacaqdı. Amma 3 fərqli vəziyyət deyirsə, burada bir dənəsi ya 1-dir, ya 0-dır. Düzdürmü? Deməli, bu 3 üstü 8 olmuş olacaq. Bayaq 2 üstü 8 idi. Çünki 2 dənə fərqli vəziyyət var idi. Burada 3 üstü 8 olacaq. Çünki nədir onun adı? 3 dənə fərqli vəziyyətdə yanır. 4 fərqli vəziyyət olsaydı 4 üstündə 3 olacaq. 4 üstündə 8 olacaq. 5 fərqli vəziyyət olsaydı 5 üstündə 8. Cümlələr çox lazımlıdır bizə. Çünki cümlələrdən çox şey bizə deyilir. Gəlin bu məsələyə baxaq. 37. İnformasiya kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa qırmızı, göy, yaşıl rəngi bir əlavə olaraq sönmüş. Yəni 4 dənə LED lampam var. 4-dür. 300 müxtəlif siqnalı ifadə etmək üçün ən az neçə LED lampadan istifadə olunur. Bizdə 4 dənə lampa varsa, 300-ü 4-ün qüvvətləri arasına salmaq lazımdır. Bax, biz 300-ü 256-dan, bax, məsələn, 256 nədir? 2 üstünə 8-dir. Yəni, 2 üstünə 4 üstünə 2-dir də. Düzdür. Üzrüm 2 üstünə 2 üstü 4-dür. Hə, bu yəni 4 üstündə 4-dür. Bu da 4 üstündə 3-dür. Yəni, bir dənəsini nə qədərlə kodlaşdırmaq olar? 4 bitlə kodlaşdırmaq olar.
Keçək növbəti hala. Bu tipdə 8 simvol minimal əlifbacı, 1 simvol 3 bitdir. Deməli biz burada nə edəcəyik? 3-3 ayıracağıq, 3-3 ayıraq, 3-3 ayırdıq, 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 ayırdıq. Bu koda uyğun buradan sözü tapmalıyıq. Necə tapmalıyıq? Mən baxıram ki, ikinci ilə axırıncı simvol eynidir. Burada ikinci ilə axırıncı simvol olan bir dənə budur. Deməli, P-nin kodu 100 imiş. Lampa istəyir. Bax, fikir ver, burada da 2 ilə 3 eyni olmalıdır. 2 ilə 3 də, yəni A-nın kodu 110-dır. İkinci yerdə dayanan element 110 olmalıdır. Bax, 110 olmalıdırsa, ikinci yerdə dayanan element. İkinci yerdə dayanan element 110 olmalıdırsa, bunların heç biri mənim işimə yaramır. Yəni, düzgün cavab B variantı olmuş olacaq. Keçirəm 39-cu suala. Diqqət eləmək lazımdır. Birinci diqqət edəcəyimiz məqam nədir? Birincisi, buradakı simvolları sayırsan. Neçə dənə simvol var? Baxırsan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 20. 21 dənə simvolum var. Daha sonra, indi bu məsələni özünüz oxuyarsınız. Məsələnin mahiyyətini izah edeyim, qalanı boş şeydir. 21 nə cəmi göstərilə bilir? 16 və 5-in cəmi kimi göstərilə bilir. 17 plus 4-ün cəmi kimi, 18 plus 3-ün cəmi kimi, 19 plus 2-nin cəmi kimi, 16 yazmışıq, 20 plus 1-in cəmi kimi. Başqa nəyin cəmi kimi göstərilə bilər? Bunlar. İndi biz nə edirik? Burada diqqət eləməli olduğumuz məqam var. Təbii ki, 15 plus 6 kimi də göstərmək olar. 15 plus 6. Mən burada baxıram ki, burada böyüyün kiçiyə bölündüyü tək bu 18-3 kombinasiyasıdır. Deməli, mən nə edəcəm? Bu elementləri 3-3 ayıracam. 3-3 ayıracam. 3-3 ayıracam. 1 3-3 ayırdım. 3-3 ayırdım və 3-3 ayırdıqdan sonra sözü tapmağa çalışıram. Mən baxıram ki, bu kodun ilk simvolu ilə son simvolu eynidir. Cavab variantlarında da ilk simvoluna son simvolu eyni olan yalnız B variantındadır, müəllim. Niyə görə belə kombinasiyası ayırdım? Çünki mənə hər hansı bir simvolu əlifba demir. Hər hansı bir simvolu əlifba demədiyi üçün mən bu koddakı simvolların sayını tapıb nə edirəm? Simvolların sayını tapdıqdan sonra bölürəm. Hansı bölünə bilirsə böyüyü kiçiyinə, o zaman o ilə işləyirəm. Bu belə. İndi gəlirəm nəyə? 40-cı suala. 40-cı sualda koda uyğun sözü tapın. M01-dir. Birincisi necə tapmaq lazımdır? Diqqətli olmaq lazımdır. Sözün mənası olmaya bilər. Sözün mənası olmasın. Problem 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 dənə simvol var. 19-u necə göstərə bilərəm? 16 plus 3 kimi, 15 plus 4 kimi, başqa nə kimi göstərmək olar? 9 plus 7 kimi, 9 plus yox, 9 plus 10 kimi, sonra 18 plus 1 kimi, 12 plus 7 kimi. Bunlar bir-birinə bölünmür. Ona görə də biz bunu məntiqlə tapmalıyıq. Bunu diqqətlə baxın. Məsələn, gəlim 0, bunu 3-3 ayırım tutaq ki. 3-3 ayırsa, məsələn, 0-0-1 var, yox, 0-0-1 yoxdur. 0-1 var amma. 0-1 var, 0-1 var. Baxıram 0-1. Axırı M ilə qutaran var. Axırı M ilə qutaran var. Deməli 0-1 tutaq ki, buradan 0-1 ayırdım. Çox gözəl. İndi burada 1-0 var. Bunu 1-0, yəni M-dan əvvəl F gələn heç nə yoxdur. Deməli bu 1-0 deyilmiş. 0-1-0 var burada. Bax bunu ayırıram belə. 0-1-0 kimi elə baxıram var. I var, I var. Bunu da sildirəm, bunu da sildirəm. 2 dənə cavabım qaldı. Gəlirəm, 1-0-0 var, bəli var. 2 dənə 1-0-0 var, bax, fikir ver. Ya FF-dir, ya LL-dır. Bu deməli, 3-ü sayırdım. Sonra 1-0-1 var, baxıram, Ə var. Deməli, bu nəyiymiş, Ə-ymiş. Buradan da 3 dənə ayıram, 0-1-1 var, bir də 1-1-1 var. Baxıram ki, görüm 0-1-1 var, burada yoxdur.
Bir dəqiqə. 1, 1, 1. 3 dənə 1 var. Deməli, bu ü imiş. Bir dənə də burada 0, 1, 1 var. Emin kodu 0, 1'dir. 0, 1. Bu da bunundur. Hə, 0, 1. Bu 3 dənə 1, 1'dir. Bu da 0, 1'dir. Deməli, düzgün cavab müəllim imiş. Mənasız. Aha, keçək 41-ci suala. 41-ci sualda eyni qaydada bayaq kimi simvolları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15. 15, 10 plus 5 ola bilər. 9 plus 6 ola bilər. Sonra 12 plus 3 ola bilər. Burada 2 dənə bölünən var. Bir budur, bir bu. İkisindən biridir. Siz elə bölməlisiniz ki, artıq qalmasın və burada bir şərt verir. Deyir ki, bölünən zaman 2 dənə simvol eynidir. Sən ikisini də kombinasiya ayıranda, bunu ayıranda görəsən 3 dənə simvol eynidir. Bax, məsələn, 5-5 ayırıram, 5-5 ayırdım, 5-5 ayırdım. 15 kombinasiyası. 1, 2, 3, 4, 5. Fikir ver, heç burada 2 dənə eyni simvol yoxdur. 3 dənə simvol yaranır. Heç yoxdur. Amma mən gəlib bunu 12, 3 kombinasiyasından ayırsam, 300 bölsəm, bax, 300 bölürəm. 300 böldüm, 300 böldüm. Fikir verin, 1, 0, 0, 1, 0, 0. 2 dənə eyni simvol varmı? Burada ümumi neçə dənə simvol var? 1, 2, 3, 4, 5. Deməli, burada ümumi 5 dənə simvol var imiş. Bu belə. Avtomatik qurğu. Bir dəqiqə. Avtomatik qurğu 8 simvolu şifrə tərtib edir. 1, 2, 3, 4, 5, 6, 7. Bir dənə də bura çəkək 8. Qurğunun tərtib etdiyi işlərin ilk düz 4 simvolu 4 dənə ayırdım. Deyir, Azərbaycan əlifbası yalnız böyük hərflərdir. Yəni, hamısı 32 olacaq. Yəni, 32 üstündə 4. Qalan 4 isə onluq sayısının tək rəqəmlərindən. Burada onluq sayısının tək rəqəmi 1, 3, 5, 7, 9 olmuş olacaq. Yəni, 5 üstündə 5. Aha. Üzrdən 5 üstünə 4. 5, 5, 5, 5. 4 dən 5-in hasili 5-in üstü 4 eləyir də. Heç nə, 32 üstünə 4 vurulsun 5 üstünə 4. Всё. Keçək 43-cü suala. Deyir ki, hər hansı x sayda simvoldan ibarət olan məlumat ASCII standartının 4096 simvollu məlumat standartına keçirilən zaman həcmi 60 bayt artmışdır. Deməli, ASCII standartından keçib 4096 simvollu əlifbaya. Yəni keçib 1 baytdan, ya yazaq 8 bitdən, keçib 12 bitə. X vurulsun 8 bit, X vurulsun 12 bit. Bura keçəndə nə qədər artım var? 4 bit, düzdür. 4 bit artım 60 bayta bərabər olub. 4 vurulsun x bərabərdir 60 vurulsun 8. Bununla bu gedə x olar 120 simvol. Deməli, bu artım zamanı 120 dənə simvoldan istifadə olunub. Deyir, bu informasiya Unicode əlifbasında kodlaşdırılarsa həcmi nə qədər olar? Məsələn, 120-ni də 2-yə vursan, 120-ni də Unicode-da kodlaşdırırsan, 120 vurulsun 2 bayt, o da eləyir 240 bayt. Deməli, bu məlumat 240 bayt imiş. Bu belə. Keçək bu suala və son sualımızdır. Deyir, 60 bu əlifbanın gücüdür. Bu da bir simvolun tutduğu həcmi 61 6 bitdi. 128 7 bitdi. 1025 də 11 bitdi. 1A, 2Y, 3-ə də D. A, Y-də düzgün cavab B variantı. Belə, hər kəsə xoş izləmələr.